dünyada her şey değişir. Ve 20. asrın sonu, 21. asrın evvelkileri, ilkilleri bunu sübut edir ve bunu gösterir ki dünyada çok büyük değişiklikler gelir. Bəli, hiçbir şey bir yerde durmur. Hiçbir şey olduğu gibi kalmır. Ve ben inanıram, ben tam inanıram ki her şey adalet namına değişecek bizim bölgede. Azerbaycan halkının bəziyeti onun xeyrine değişecek. Ve mütləq siz gelecekte hele gedib öz güzel Göyçə torpağını da göreceksiniz. Öz doğma dağlarınıza, bulaklarınızı, çaylarını da göreceksiniz. Ata babalarının kabirlerini de göreceksiniz. Ben bunu artık bir müddet bundan evvel demişim. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq. Tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Və bunu etmək üçün əlbəttə ki, əsas vəzifə dövlət üzərinə düşür, ictimai təşkilatlar və eyni zamanda Azərbaycan alimləri. Mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradılıb. Onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi, təkcə 20-ci əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir ki, hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur, o xəritələrdə Göyçə gölüdür. Və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib eləməmişik ki, kimsə desin ki, biz burada saxtakarlıq edirik. Bunu Çar Rusiyası eləyib. Həmən o Çar Rusiyası ki, vaxtı ilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik.
Hörmətli xanımlar, beylər, ərlər, yurduna, elinə dəyər verənlər, həmrəylik yolunda siyər verənlər, qoy yeni gününüz mübarək olsun, qəlbiniz fərəhlə, sevinçlə olsun, xəstəlik ağrısı olmasın, aranıza düşmən nifaq salmasın, yurtlarımız daha bizi salmasın. Gəldi Azərbaycan doğma diyarı, qarış-qarış gəzək, yıxaq divarı. Həsrətdən yanmasın şeir yazalım, Ələskərdən desin aşıq ozalım, mədəni üstümüz tarix yazalım. Üstündən tarihin izi silinsin, hər kəsin qiyməti dərk edilsin. Söz verirəm, Çəlmələk rayon icra sədri Əvəz müəllimə, Teşekkür ederim. Hamınızı hoş görmüşüm. Güzel bir gündü. Hamınıza teşekkür ederim ki gelmişsiniz. Bizim icma büyük işler görüyor. O illere, 20 illere sığışmayan birine iş gördüm. Yani bizim müellimi, Ersin müellimi bu münasebete alkışlayalım. bizim Qərbi Azərbaycan icması idarə heyətinin sədri, çox hörmətli millət vəkilimiz Əziz Əlbəlidən bir bayram vermişdir. Uğurlarla dolu olan daha bir ili sona çaktırmaktayız. 2025. Devletimiz için ve İslam'ımız için son derece uğurlu bir yıl oldu. Aynı zamanda elin sonuna Dünya bayramlarına meclisi ben müzeffel İsrail'in her birinizi yürekten tebrik ediyorum. Karşıda gelen bayramlar olmuşlar. Bu
Bu bütün adımız inşallah özel ilde, yani 2025'te kalsın. 2026'mız, 27'miz, 28'miz, milletimiz, halkımız, devletimiz üçün daha uğurlu iller olsun. Her bir yürekten tebrik ve möhkem, can sağlığı, aile hoşbetliği içerisinde bırakın. Bayramınız mübarek. Bizim değerli hemşehrimiz, Milli Meclisin deputatı, milletvekilimiz, çok hürmetli Arzuhan Elzadesi. Azerbaycan aile hissəsi artıq dövlət səviyyəsində önəmlidir. Zamanında deyildik təbii ki, o tarixi torpaqlarımızın heç vaxt keçməyəcəyimiz deyildik. Ayrıcamız deyildik, amma bugün artıq Azərbaycan dövlət səviyyəsində. Azərbaycan dövlət başçısı Cənab İlham Əliyevin bir avazda özünün rəhbərliyi altında bu proses davam etməkdədir və ayrıcı deyilsin ayrıcı. Bugün Azərbaycan ifadəsi Ermənistanın və Ermənistanda yaşayan hər kəsin qorxulu yuxusuna çekilir. Biz bu ideyanı davam etməklə, dövlətimizin gücü ilə, mühəmmədə, torpaqlara qarşılayacaq, torpaqlarda, qədim Oğuz yurdunda bütün tədbirlərimizi birgə qeyd edəcək. Rəqsə dəvət edirəm. Ruhumuz birliği, 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 sağlıklı, bizim mutlu, sevgili, değerli.
yenə dolu yandırmır. Sual dolu hər itirazı sənin vətən haqqı sevgidir. Hər birimizin könlündən, qəlbindən, ürəyindən bir müqəddəs arzu keçir. Dədə-baba torpaqlarımıza, tarixi torpaqlarımıza, Qərbi Azərbaycana dönməyimiz, qayıdışımız və bizim möhtərəm cənab prezidentimizin dediyi kimi bu qayıdış sülh yoluyla ləyaqətli şəkildə həyata keçiriləcək. Biz hamımız buna inanırıq. 31 dekabr Dünya Azərbaycanlarının Həmrəyliyi günü ümumilli lider, ulu öndər Heydər Əliyevin parlaq zəkası, uzaqgörən siyasətinin bizə, Azərbaycan xalqına qoyduğu ən müqəddəs mirasdır. Və bu ümumxalq bayramını biz bugün hamılıqla birgə burada qeyd etdik. Biz bu tədbirimizi ümumxalq bayramına çevirə bildik. Mən sizi hər birinizi ürəkdən təbrik edirəm və inanıram ki, hər birinizin qəlbində fərdi, ümumxalq və bəşəri arzularınız var. Hər birinizin qəlbində 2026-cı ildən gözləntiləriniz var. İndi isə biz bir arzu çələngi quraq. Bildiyiniz kimi hər masa bir kənd icması nümayəndələri əyləşibdir və hər masadan o arzu çələyinə bir çiçək dərəcək. Və sonunda biz bu arzu çələyini buradan, Xəzərin sahilindən, Küləklər şəhəri Bakıdan Qərbi Azərbaycana, öz dədə-baba torpaqlarımıza göndərəcəyik. Və gün o gün olacaq ki, mən inanıram ki, biz həmin gül çələyini o taydan, Qərbi Azərbaycandan Bakıya göndərəcəyik. İndi isə başlayaq. Hər şairə Zöhrə xanıma. Buyurun Zöhrə xanım. Bu arzulara qoşulan, mən də ürəklərimizin, Qərbi Azərbaycan sevdalım, dəyərli qardaşlarımızın doğma yurtlarımıza qoşulanını arz edirəm. 26-cı ildə sizin arzularınızı eşidirik. Arzumu 26-cı ildə yox, gələcək nəsillərə bir arzu. Hətta görmədim, yəni mən görməyəcəm. Amma bu arzumu deyib, bu arzumu yazılsın. Bir o gün olsun ki, gələcək nəsil böyük Türk dünyasının bütün Azərbaycan devlətinə xidmət eləsin. Hər birimiz bu ideyana gələcək. Buna mən inanıram, bu havaqsa olacaqdır və bu ideyana yaşasaq, mən düşünürəm ki, məqsədimizə nail olacaq. Yəni, her bir insan bu dünyada ben yaşamışım diyebilmesi için elde dünyaya geldim. Dedi ki hayat bir havaş huzurları gelin unutmayın canlı dünyada. Eğer tanrısınızın sevdalıları de ki yaşamışım ben de dünyada. Bak aynı yere bağlı güneş ayağına en çabuk gün yetmez aydan olmayan. Sanırsam olmasına gelmesi.
oturub onları əlbə-əl gətirib insanlıq borcunu yerinə yetirib. De ki, yaşamışam mən dünyada. De ki, yaşamışam mən də dünyada. Nazirlər gəldi, sağ olun, təşəkkür ederim. Aktardım, tarihi daş yaklaşım. Taşlarla dil verip, Allah. Sorgu, göçmekten göçe yaşım, cevabı Sinan'ın dağlarına. Cevabı Sinan'ın dağlarına. Ahlı gözüm yaşım, hissini sinirli. Bakın göstermesin, boy belasını. Göreceğim ben sinirlisini. Bir anı cümle, ağlatlarla. Bir anı cümle, ağlatlarla. Anı göreceğim aşağılarla. Anı əzbərin, eşki, savarın, fərəyin, qəlbimə çəkdiyi anı. Alim hususa ağlarla. Alim hususa ağlarla. Dünyamız için şerli olsun. 2024'ten 2025. yılda biz Türk dünyasında büyük ilerleyişler gördük. Gördük ki Türk dünyamız birbirinden güçlenir, büyüklenlerdir ve bu bizi çok sevindir. Bizi gönderen Cenab-ı Prezidentimiz dediği gibi bizim ailemiz Türk ailesidir. Bizim başka ailemiz yoktur. Ona göre ben fırsattan istifade ederek